Hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bugün sizinlə 5-ci sinifin 10-cu mövzusu olan oduncaq materiallarının mişarlanması və təmizlənməsi mövzusunun izahına baxırıq. Deməli, birinci baxaq görək mişarlama nədir? Mişarlama yeri nəzərə alınmaqla oduncağın hissələrə kəsilməsi deməkdir. Mişarlama yerini nəzərə alaraq oduncağı hissələrə kəsmək mişarlamadır. Mişarlama oduncağın emalında ən vacib və məsuliyyətli əməliyyatdır. Vacib və məsuliyyətli əməliyyat demişdik hansıdır? Nişanlamadır. Ən vacibi isə mişarlamadır. Yəni, mişarlamanı düzgün yerinə yetirməklə biz detalın keyfiyyətini yaxşılaşdırırıq, təmizləmə və rəndələmə üçün emal payını, detalın hazırlanma vaxtını azaldırıq və oduncağa qənaət edirik. Məsələn, detalımızı nişanlayırıq birinci, hər hansı bir səhvə yol verdiksə onu pozub, yəni digər tərəfdən daha düzgün şəkildə çəkə bilərik. Amma mişarlama zamanı biz artıq deməli pəstahımızı hissələrə böldüyümüz zaman, əgər onu verilən detalın ölçüsündən daha kiçik ölçüdə kəsmiş oluruqsa, bu zaman bizim pəstahımız artıq ziyan olur. Və yaxud da ki, daha böyük ölçüdə kəsmişiksə, bu zaman deməli təmizləmək üçün deməli daha çox hissə ayrılır. Yəni daha çox hissə təmizlənməli olur, rəndələnməli olur. Bu zaman isə bizim vaxtımız daha çox gedir. Deməli, bu şəkil 1-də görünən mişarlama yeridir və bu da mişarın dişləridir. Dedik, mişarlama nə oldu? Mişarlama yeri nəzərə alınmaqla oduncağın hissələrə kəsilməsi oldu. Bəs mişarlama yeri nədir? Mişarlama yeri kəsmə zamanı mişarın yaratdığı yarıqdır. Yəni, mişarlama prosesdir. Biz o prosesi yerinə yetirdikdə mişarlama yeri, həmin o yarıq əldə olunur. Oduncağın mişarlanması əl və elektrik mişarları vasitəsilə yerinə yetirilir. Deməli, əl və elektrik mişarları. Məktəb emalatxanasında isə xarrat mişarından istifadə olunur. Burada mişarların növləri verilmişdir. Birincisi bıçqılardır, ikincisi yaylı mişarlardır. Baxın, yaya oxa bənzəyir. Bu isə göründüyü kimi diskli elektrik mişarıdır. Deməli, bizdən mişarların növlərini soruşsaq, mişarların növləri bıçqı, yaylı mişarlar və diskli elektrik mişarları deyəcəyik. Amma soruşsa ki, oduncağın mişarlanması nə vasitəsilə yerinə yetirilir? Əl və elektrik mişarları, deməli, bizim cavabımız olacaq. Mişarların hissələri var. Xarrat mişarının şəkil üstə göründüyü kimi baxın. Birincisi zolaqdır, ikincisi dişlərdir, üçüncüsü dəstəkdir. Bu xarrat mişarının hissələridir. Amma xarrat mişarının əsas hissəsi olsa sualımız, bu zaman kənarında kəsici dişlər çərtilmiş zolaqdır. Baxın, düzgün cavab olaraq, əgər əsas hissəni soruşsa, kənarında kəsici dişlər çərtilmiş zolaq. Amma yox, xarrat mişarının hissələrini soruşsa, zolaq, dişlər, dəstək. Deməli, əslində bunların hər üçü əsas hissə sayılır, amma deməli, sualdan suala fərqliliklər var. Sonra baxırıq dişlərin formasına. Xarrat mişarının dişlərinin forması, baxın, şəkil A-da verilib eninə mişarlama üçün. Burada deməli, şəklimizə diqqət etsək, görərik ki, 90 dərəcədən böyükdür. Deməli, bir dəqiqə bunu belə işarə eləyək. Eninə mişarlama üçün deməli, nə işarə eləyirik nəyi? Alfa bərabərdir. Daha doğrusu, alfa 90 dərəcədən böyükdür. 90 dərəcədən böyük. Lifləri eninə və uzunluğuna mişarlamaq üçün şəkil 5-də verilənə diqqət eləyirik. Baxın, şəkil burada da yazılıbdır. Belə qeyd edək bunu. Baxın, lifləri eninə və uzunluğuna mişarlamaq üçün 90 dərəcəyə bərabərdir. Uzunluğuna mişarlamaq üçün sadəcə isə 90 dərəcədən kiçikdir. Dişlərin forması bu şəkildə yadda saxlayaq. Daha sonra keçək nəyə? Mişarlama qutusuna. Mişarlama qutusu nədir? Dedik ki, mişarlama qutusu tərtibatdır. Digər üç tərtibatımız vardır. Altlıq taxta, deməli, dayaq və mişarlama qutusu. Mişarlama qutusu lifləri oduncağın, deməli,
müxtəlif bucaqlar altında dəqiq mişarlamaq üçündür. Liflərin eninə dəqiq mişarlanmaq üçün mişarlama qutusundan istifadə olunur. Mişarlama qutusunun dərəcələri də 30, 40, 45, 60, 90-dır. Deməli, 2 tircikdən və təməldən ibarətdir. Mişarlama qutusu hansı hissələrdən ibarətdir desə, 2 tircikdən və təməldən. İşin rahatlığı üçün isə mişarlama qutusunu verstakın sıxacında bərk edirik. Bunlar ayrı-ayrı deməli suallardır. Daha sonra gəldik, bu sualımız 2024-cü ilin MİQ sualı oldu. Mişarlama qutusu, mişarlama zamanı pəstah sol əlin baş barmağı ilə tirciyin yan tərəfinə sıxılır ki, pəstahdakı nişanlama xətti mişarlama yerinin qarşısına düşsün. Və bu şəkildən söhbət gedir. Neynədik? Deməli, pəstahı sol əlimizin baş barmağı ilə sıxdıq. Variantlar arasında var idi, səhv xatırlamıramsa, sağ əlin baş barmağı, orta barmaq, nə bilim işarət barmağı, daha sonra deyirdi tirciyin yan tərəfinə, tirciyin üst hissəsinə, aşağısına sıxılırdı ki, yəni bu cür variantlar qoyulmuşdu. Pəstahdakı nişanlama xətti mişarlama yerinin qarşısına düşsün, üst-üstə düşsün, önünə düşsün, arxasına düşsün. Yəni bu şəkildə testlər verilə bilər. Ona görə deməli texnologiyanın bəzi hissələrin sadəcə yadda saxlamaq yox, əzbərləmək lazımdır. Keçirik nəyə? Oduncaqdan olan məmulatların təmizlənməsinə. İndi burada verilən suala diqqət etməliyik ki, bizdən oduncağın təmizlənməsi istəyirsə, törpü, yiyə, suvant və sumbata kağızı. Yəni, bunlar da təmizləmə alətləri. Yox, əgər yonulmasını istəyirsə, o zaman rəndə, fuqan və şerxebil, bunlar isə yonucu alətlərimizdir. İndi baxırıq törpü, yiyə, suvant və sumbata kağızına. Törpü nədir? Törpü iri kərtikləri olan tablandırılmış metal tircikdir. Nə oldu? İri kərtikləri oldu. Ü, i. Baxın, törpü iri. Törpünün kərtikləri iri olduğuna görə müxtəlif əyri xətli səthləri, çıxıntıları emal etmək, emal payına çıxartmaq üçün istifadə olunur. Kərtiklərimiz iridir deyə törpüdən kobud işlərdə istifadə olunur. Yadda saxlayırıq. Törpü, ü, i iri kərtikləri oldu və biz törpü ilə iri kərtiyi olduğuna görə kobud işləri yerinə yetiririk. Daha sonra gəldik yiyəyə. Yiyə isə müxtəlif hündürlükdə kərtikləri olan tablandırılmış deməli metal tircikdir. Yiyədən bərk oduncağın emalında və məmulatın təmizlənməsində istifadə olunur. Suvant isə xırda kərtikləri olan tablandırılmış metal tircikdir. Suvant sonu D hərfi ilə bitir. Xırdanın da içində D hərfi var. Bu şəkildə yadda saxlaya bilərik. Suvant xırdadır. Xırda olduğuna görə suvantdan deməli təmizlənmədə istifadə olunur. Xırda deməli kərtikləri olduğuna görə biz onunla məmulatın səthini təmizləyirik. Deməli, şəkillərə də diqqət eləyək. Şəkil A-da verilən törpülərimizdir. Törpülər nə idi? Deməli, iri kərtiklərə malik idi. Baxırıq burada, şəkil A-da törpülərdir. Şəkil B-də, deməli, B-miz haradadır? B yoxdur. Aha. A. Şəkil C-dəki yiyədir. Yiyənin hissələri var. Dəstək, üzük, daban, tircik, kərtik, uc hissə. Deməli, yiyənin neçə dənə hissəsi oldu? 6 hissəsi oldu. Sırasını da yadda saxlayaq. Dəstək, üzük, daban, tircik, kərtik, uc hissə. Bu da yiyənin hissələridir. Sonra baxırıq nəyə? Sonra baxırıq şəkil C-yə. Şəkil C-də verilən isə suvantlardır. Baxın, suvant törpüdən daha xırdadır. Xırda olduğuna görə neynədik? Təmizləmədə istifadə elədik. Bunlar isə sumbata kağızıdır. Sumbata kağızı ilə isə deməli şüşəni, metalı, daşı cilalamaq, parıldatmaq üçün istifadə olunur. Bunlara da diqqət elədik. Aha, bir də baxırıq. Məsəl üçün təriflərdə dedik ki, törpü nədir? İri kərtikləri olan tablandırılmış metal tircikdir. Tablandırmanın özü nədir? Tablandırma termik emalın bir növü olub, poladı böhran temperaturundan 30-50 dərəcədən yüksək olaraq qızdırırıq, həmin temperaturda saxlayırıq və sürətlə soyuduruq. Məqsədi nədir deyə soruşsa, məqsədi də poladın bərkliyini, möhkəmliyini artırmaqdır. Bu tablandırma prosesidir. Tərtibat isə əməliyyat aparmaq üçün işi yüngülləşdirən lavazimət və qurğudur. Mişarlama qutusunun özü də bir tərtibatdır, dediyimiz kimi. Sonra baxırıq nəyə? Sumbata kağızına.
Sumbata kağızı şüşəni, deməli metalı, taxtanı, daşı parıldatmaq, cilalamaq, sürtüb təmizləmək üçün üzərinə laylay, deməli mineral ovuntu yapışdırılmış kağız və ya parçadır. Deməli, biz sumbata kağızı ilə daha xırda işlər yerinə yetirmək üçün istifadə edirik, yəni təmizləmək üçün. Sumbata kağızı da iki cür olur, iri dənəcikli sumbata kağızı və kiçik dənəcikli. İridən qalın təbəqə çıxarmaq üçün istifadə olunur. Kiçik dənəciklidən isə ağartmada və pardaqlamada istifadə olunur. Pardaqlama isə əşyanın səthini sürtüb ona parlaq görünüş vermək deməkdir. Daha sonra təhlükəsizlik qaydalarına baxarıq. Nasaz və küt bıçqı ilə işləməyin. Sol əlinizi mişarlama yerinə yaxın tutmayın. Verstakın üzərinə bıçqının dişləri sizdən kənara olmaqla qoyun. Mişarlamanı müvəqqəti olaraq dayandırdıqda bıçqını mişarlama yerində saxlamayın. Yonqarı üfürməyin. İş yerindəki yonqarı fırça ilə təmizləyin. Bu sual çox tezlərə düşür. İş yerindəki yonqarı fırça ilə təmizləyirik. Deməli, bu mövzumuz bu qədər. Keçid edək digər mövzumuza, oduncağın yonulması. Deməli, oduncağı dedik təmizləmək üçün törpü, yiyə, suvan, sumbata kağızından istifadə olunur. Amma oduncağın yonulması üçün isə deməli rəndə, fuqan və şerxebeldən istifadə edilir. Bunlar bizim ən geniş yayılmış yonucu alətlərimizdir. Biz nə üçün deməli pəstahımızı, yəni məmulatı yonuruq? Düz və hamar səthə malik olması üçün yonma prosesini yerinə yetiririk. Şəkil A-ya baxırıq. Bu nədir? Rəndədir, şerxebeldir. Şəkil B-dəki rəndədir. Ən uzun olanı isə fuqandır. Bütün yonucu alətlər taxta, metal qəlibdən ibarətdir. Bıçaqdan, pazdan və dəstəkdən. Bütün yonucu alətlər desə, taxta və ya metal qəlib, bıçaq, paz və dəstək. Amma yox sadəcə rəndənin hissələrini soruşsa, bu zaman taxta və ya metal qəlib sözünü vurğulamırıq. Sadəcə qəlib, bıçaq, paz, dəstək. İndi baxırıq, baxın bu şəkil 1-də verilən qəlibdir, ikincisi bıçağıdır, üçüncüsü pazdır. Deməli, bunu belə pazı yadda saxlayın ki, qəliblə bıçağın arasına paz daxil olub. Üçüncüsü pazdır, dördüncüsü dəstəkdir. Birdən hissələri verilib soruşula bilər bizdən. Bu da isə rəndə ilə yonma prosesinin deməli şəklidir. Baxırıq indi yonucu alətlərimizə. Şerxebelin kəsici tiyəsi qövs-şəkilli və qabarıqdır. Rəndə və fuqanda isə düzdür. Qövs-şəkilli və qabarıq olması üçün deməli olmasının səbəbi şerxebeldən deməli daha dərin yonmada istifadə olunur. Kobud yonmada istifadə olunduğuna görə onun kəsici tiyəsi qövs-şəkilli və qabarıqdır. Rəndə və fuqan isə şerxebelə nisbətən daha hamar səthlərlə iş üçün nəzərdə tutulduğuna görə onun kəsici deməli tiyəsi, tiyə dediyimiz bıçağı nəzərdə tutulur. Kəsici tiyəsi düzdür. Burada şəkil 3-də şerxebelin bıçağı verilmişdi. Baxın, şəkil A-da şerxebelin bıçağıdır. B-də isə rəndə və fuqanı. Bunu təmizləyim. Baxın, burada şerxebeldə fərqlidir, rəndə və fuqanda isə düzdür. Daha sonra şəkil C-də verilən yonqar qıranı olan bıçaqdır. Bunun da hissələri var. Birincisi bıçaqdır, ikincisi yonqar qırandır, 3 boltdur və bıçağın kəsici tiyəsi. 3 dənə bu ilə yadda saxlaya bilərik. 3B deməli bıçaq, bıçağın kəsici tiyəsi və bolt. Digəri isə yonqar qıranın özüdür. Zaten deməli şəkildə də yonqar qıranı soruşur bıçağının hissələrin. Daha sonra gəldik nəyə? Şerxebeldən. Şerxebeldən ilkin kobud yonmada istifadə olunur. Rəndədən isə son təmizləmə, hamarlama işləri yerinə yetirilir. Şerxebel sözü alman mənşəlidir. Kobud kəsmək üçün yonucu deməkdir. Və deməli dərindən yonmaq üçün ağzı yarım dairə şəklində olan rəndədir. Fuqan isə rəndədən uzundur. Deməli, fuqanla yonanda uzun pəstahlarda hamar yastı səthlər alınır və biz fuqanla yonma zamanı pəstahımızı verstakda dayaq və paz arasında bərkidirik ki, emal olunan səth yuxarıda olsun. Fuqan dedik nədir? Fuqan uzun rəndədir. Daha sonra deməli nəyə baxırıq? Rəndə ilə emal zamanı sağ əli ilə rəndənin arxa, sol əli ilə isə ön dəstəyindən tuturlar.
Bunu deməli sıralama şəklində də verə bilər, ardıcıllığını soruşa bilər. Baxırıq, rəndənin emal olunan səhtin üzərinə qoyuruq. Birinci nə edirik? Rəndəmizi pəstağın, yəni o emal edəcəyimiz səhtin üzərinə yerləşdirdik, irəli itələyirik. Sonra yonmanın əvvəlində qəlibin ön hissəsini, sonunda isə arxa hissəsini sıxırıq. Deməli, nə edirik? Birinci pəstağımızın üzərinə qoyduq, deməli irəli itəliyirik. Əvvəldə ön hissəsini, sonda arxa hissəsini sıxırıq. Daha sonra bu şəkildə rəndəmizi hərəkət etdiririk. Rəndəni əks istiqamətdə hərəkət etdirəndə onu emal olunan səht üzərindən qaldırırıq. Çünki rəndənin bıçağının əks istiqamətində kəsici hissə yoxdur. Deməli, emal olunan səth düz və hamar olana qədər, lazımi qalınlıq alana qədər onu yonurlar. Yox, əgər emal edilən səhtin üzərində tilişkələr əmələ gəlibsə, onda detalı əks istiqamətdə yonmaq lazımdır. Daha sonra baxırıq təhlükəsizlik qaydalarına. Yonma zamanı pəstağı etibarlı bərk edirik. Dedik, harda bərk edirik? Dayaq və paz arasında. Dayaq və paz arasında etibarlı bərk edirik. Yalnız bıçağı yaxşı itilənmiş rəndə ilə işləməliyik. Rəndənin itiliyini əlimizlə yoxlamaq olmaz. Dülgər alətlərini yonqar qırıntılarından taxta pazın köməyi ilə təmizləyirik. Bu da testlərdə çox geniş yayılmış sualdır. Dülgər alətləri verstakın üzərinə yalnız yan üstə qoymaq lazımdır. İstifadə zamanı rəndəni və digər dülgər alətlərini düzgün şəkildə tutmalıyıq. Deməli, burada deyir ki, dülgər alətlərini yonqar qırıntılarından taxta pazın köməyi ilə təmizləyin. Amma digər mövzumuza iş yerindəki yonqarı fırça ilə təmizləmək lazımdır. Bunlar isə fərqli deməli suallardır. Bu mövzumuz da bu qədər.